Deməli, bu günləndə keçirik sual cümləsi növbəti başlığı, disjunctive question. Disjunctive question nədir? Bir şey haqqında öz fikrimizi bildiririk. Sonra qarşı tərəfdən də o fikir haqqında məlumat toplamaq yox, fikrimizi dəqiqləşdirməklə ötürü suallar veririk. Məsələn, deyirəm ki, hava günəşlidir və yaxud da hava istidir. Sonra qarşı tərəfdən soruşuram ki, elədir və yaxud da elə deyil. Deməli, bir şey haqqında məndə fikir var. Sadəcə təsdiqlənmək üçün qarşı tərəfdən də fikrini soruşuram. Görək, o nə fikir bildirir. Buna tag question da deyilir. Tag question uşaqlar cümlə iki hissədən ibarət olur. Birinci hissə nəqli cümlə şəklində olur. Bir də mən amma söyləyim. Qıfıldayım. Çünki gah toran göstərəcək. Sonra gah yaxşıca pis göstərəcək. Deməli, birinci cümləmiz olasıdır təsdiq cümlə. Sonra vergüllə ayrılasıdır və vergüldən ayrılan hissə olasıdır sual cümləsi formasında. Və əgər birinci cümlə təsdiqdədirsə, ikinci cümlə inkarda olmalıdır və yaxud birinci cümlə inkardadırsa, ikinci cümlə olmalıdır təsdiqdə. Bayaq dediyimiz cümlə, məsələn, deyək ki, hava günəşlidir. İngiliscə quraq həmin cümlə. Və yaxud da qısa olaraq it izlə də başlaya bilər cümləmiz. The weather ilə də verə bilərik, itlə də. It is, günəşli, sunny. Bu cümləmiz gördünüz normal cümlədir. Mübtəda, xəbər sıralaması cəhətdir. Vergül qoyduq. İndi bu hissədə yaratmalıyıq sual hissəni. Ay sağ ol. Cümləmiz təsdiqdədir. Deməli, bu hissə olmalıdır inkarda. Və inkar hissədə birinci xəbəri verməliyik. Sonra mübtədanı. Çünki xatırlayırsa biz demişdik ki, sual cümlələrində köməkçi feil mübtədadan önə keçir. Hə? Deməli, burada sual hissəsi yaradasıyıq deyə. Ay sağ ol. Burada köməkçi feil verməliyik. Burada mübtəda. İndi bu köməkçi feil bəstinə verəsiyik. Köməkçi feili bu cümləyə əsasən seçməliyik. Sən bu cümləni beynimizdə qururuq ki, biz bu cümləni suala çevirsək, cümlənin önünə, mübtədadan önə hansı köməkçi feili qoymuş olarıq? Hə? İzi qoyarıq. Ay sağ ol. Çünki biz demişdik ki, bizim xəbərimiz ismi xəbər olanda, yəni cümləmizin xəbəri am, is, are və yaxud was, were olanda, onlar özləri mübtədadan önə keçirlər. Hə? Deməli, bu cümləni çevirmirik, hə, burada. Sadəcə düşüncə olaraq düşünürük ki, mən bu cümlənin özünü suala çevirsəm, mübtədadan öndə bu hissədə hansı köməkçi feili verərəm? İzi. Deməli, izi yazıram bura. Bayaq da dedik ki, birinci hissələr təsdiqlidir, ikinci hissələr olmalıdır, inkardır. Bunun inkarını yaradıram, izin, mübtədan nədir? It. İtin özünü verirəm. Və bu hissə həmişə demək olar ki, qısaltılmış formada verilir. Yəni, is not it yox, isn't it formasında verilir. Başqa bir cümlə qururuq. Tom works at school. Tom məktəbdə işləyir. Xəbərimiz hansıdır? Works. Nə tər xəbərdir? Yox, elə yox. İsmi xəbərdir, feili xəbər. Feili xəbərdir. Ay sağ ol. Biz demişdik ki, cümləmizdə xəbər, feili xəbərdirsə və bir xəbərdən ibarətdirsə, biz onun sualını nə ilə yaradırıq? Ay sağ ol, köməkçi feil do-la dazla. Deməli, biz buna sualı çevrəsi olsaq, burada istifadə edərik daz. Ay sağ ol. İndi burada heç bir dəyişik eləmirik. Sadəcə bizim düşüncəmizdir ki, burada nə istifadə edək? Qoyuruq dazı, sonra inkarını yaratmayaq. İnkar, dazın. Tomu vermirik, qısa cavab hissəsində, bəli, tomun əvəzinə şəxs əvəzliyi verməliyik, doesn't he. Və bunu belə daha yadda saxlaya bilərsiniz ki, daha rahat bu formada yadda saxlaya bilərsiniz ki, feilin sonunda s varsa, mən burada s olan köməkçi feil işlədirəm. Əgər, məsələn, mən versəydim Tom worked, nəsə, at school, vergöz, zaman hansı zamandır? Keçmiş. Mən burada istifadə edirəm. Didn't he. Məsələn, olsa ki, davam et zaman veririk, is working. O zaman bunun tadını soruşsa, neçə xəbərimiz var? İki xəbər olanda durdaq köməkçi feil işlədirdik. Tək xəbər olanda demişdik, köməkçi feil götürürük. İki xəbər olanda köməkçi feil ehtiyacı yoxdur. İzin özünü veririk. Isn't he. Oldu, başa düşdük bu hissəni. İndi sizə bir hərf feili haqqında danışmaq istəyirəm. Çünki testlərimiz ona aid çoxdur. Bir də şagirdlər çaşırlar ki, harada nəyi istifadə edəsinlər. Hərf feili bizim qabağımıza 4 formada çıxa bilər. Məsələn, elə Tomla gedək. Tom has a book. Tomun kitabı var. Elə deyil. Neçə xəbərdir? Bir xəbər. Tək xəbərin sualı, inkarı nə ilə düzəlirdi? Özü ilə tək xəbər.
Do-la does-la. Bizim özündən istifadə etdiyimiz feil am, is, are, was, were-dür. İsmi xəbərlərimizdir. Tək feili xəbər olanda, tək başına olanda biz mütləq köməkçi feil götürməliyik. Nə ilə sual verərdik? Does-la. Deməli, bu hissəsində istifadə edirik. Doesn't. Yenə he. Başqa bir cümlə yazıram. Tom has got a book. Burada has mı? Ama burada has mı? Neçə xəbərimiz var? Has və got. Artıq do-da köməkçi feilinə ehtiyac var? Xeyr. Aha, deməli, has-ın özündən istifadə edirik. Hasn't he. Başqa bir cümlə yazıram. Tom has worked. Yine has mı? Tom has worked. İşi bitmiş. Ay sağ ol, indiki bitmiş. Neçə xəbər var? 2 xəbər. Deməli, diqqətsiz şagird nə qadır? Cümləyə baxır, deyir, aha, has var. Bu hissəsini doesn't-la verir. Başqa bir diqqətsiz şagird has-a baxmır, work-da baxır, deyir ki, burada keçmiş zaman var, did-lə verir. Bunların hər ikisi olur səhv. Diqqətli şagird baxır ki, burada 2 xəbər var. Birinci xəbərin özündən istifadə edir. Yəni, köməkçi feildən. Hasn't he. Başqa bir cümlədə yazıram. Tom had to, has to work. Bunun tadı nə ilə düzələr? Tad hissəsi, yəni bu hissəsi. Do doesn't çünkü has to ayrılma olmuyor. Bəli, 2 xəbərimiz olmasına baxmayaraq, xatırlayırsa demişdik ki, yeganə bu xəbər quruluşudur ki, cümlədə 2 xəbər var, amma biz özündən istifadə edə bilmirik. Eləyə bilməməyimizin də səbəbi o demişdik ki, modal feillərdə. söz keçirebilir. Ay, sağ ol. Ama has de qavaki sözü tuğuna ayrılan. Ay, sağ ol, qəşəng, sağ ol. Deməli, demişdik, həzlə tonu ayıra bilmirik. Ayıra bilmiriksə, cümlə başına da 2 hissəcik keçirə bilməyəcəyimizə görə do-da köməkçi feili götürürdük. İndi burada nə istifadə edirik? Doesn't he. Deməli, bax, have, daha doğrusu has, 4 dənə has işlətdik. Has tək başına gələndə, bir burada, bir də has to ifadələrində do-dan, does-dan istifadə edirik. Have got və have previous feilin 3-cü formaları olanda, yəni birinci zaman formaları olanda, bəli, has-in özündən istifadə edirik. Oldu, bunlara diqqətli olsun test işləyəndə. Sonra sizə nədən danışım əlavə olaraq? İnşaat cümleleri. Yox, bu mövzu bitmir belə. Məsələn, başqa bir cümlə yazıram. Tadı nətər düzəldək? Ama o inkarsız Yəni bu tasdik hissəsini. eləmir. Elə deyil. Hasn't he olmur. Ama orada Hasn't inkar değil, tasdikte verir. Tasdikte verir. Bəli, nətər olur? Has. Has. Deməli, demişdik ki, bəzi inkar əvəzliklərimiz var. Gizli inkar deyirdik bunlara. Hansılar idi? Never, hardly, scarcely, sonra few var idi, little var idi. Düzdür, few, little bu bölmələrin içində qabağımıza çıxmır. Qabağımıza çıxır burada never, neither var. Ne iksər yazılan neither, biz altda burada çıxmır qabağımıza. Never, deməli, neither, hardly, bunlara diqqətli olub. Bunlar gizli inkarlarımızdır və bu cümlə artıq inkar cümləsi hesab olunduğuna görə vericidən sonra kilsən təsdiqlə veririk. Xəbərimiz neçə dənədir? 3 dənə. Deməli, nədən istifadə edirik? Həzin özündən. Həz. Bəli, Tomun dənəzinə qoyuruq. He. Başqa bir inkar cümləsi yazıram. Şimdi buradan da sizə bir rahat ipucu verim. Cümlələrin sonunda sual işarəsi. Deməli, bu hissələri inkar olan cümlələrin tadını tapmaq daha rahatdır. Niyə? Not hansı köməkçi feilin sonunda işlənirsə, ay sağ ol, həmin o feildən istifadə edirsən. Çünki zaten biz əsas feilin sonuna not artıra bilmərik. Notu inkar edatını biz köməkçi feillərin sonuna artırırıq. Bizə də burada köməkçi feil lazımdır, düzdür? Not hansı feilin sonuna artırılıbsa, onu götürüb burada işlədirik. Bu qədər sadə. Bu da bu. Bir də əlavə qeydlərimiz də var. Onlar əzbərə dayanıqlı bir şeylərdir. Onlar əzbərliklə də saxlamaq lazımdır. Düzdür, topluda ona ait elə bir testimiz çox yoxdur. Amma yenə də bilmək lazımdır ki, birdən hardasa qabağımıza çıxa bilər. Məsələn, cümlə başlayıb bir I am-lə. Cümlə gəlir, tag hissəni bizdən soruşur. Nə qoyaq? Ay. Cevap olarak you.
Aren't I? Qəşəng. Hardan oxumusan? Ben çeşmiş olacağım. Çeşmiş oxunacaq. Aren't I? Axı biz dedik ki, burada qısa forma verməliyik. Və biz də demişdik ki, əmlə notun qısa forması, əmnot deyə bir şey yoxdur. Ona görə də burada əmnot I verə bilməyəcəyimizə görə dəyişib edirik aren't I. Oldu? Yadda saxlayın bunu. Sonra cümlə başlayıb let's. Ben orada I am, I read the note, sonra I olmaz ha. Yox, axı dedik pişik veririk. Əgər ayrı verə bilsəydik, am not I kimi verə bilərdik. O ki, bu hissə pişik olmalıdır deyə, bir yerdə işlənməlidir deyə, qısa formada. Onu da birləşdirə bilmədiyimizə görə dəyişib aren't edirik. Let's-lə olan cümlələr, bunlar uşaqlar. Çünkü az. Burada biraz fərqliliklər var. Bunları əzbərdən yadda saxlamaq lazımdır. Şərqi ilə başlayır, çünki buradakı nəyin qısasıydı? Asın. Aha. Əgər cümlə hər hansı bir feil ilə başlayırsa, yəni əmr cümləsidirsə. Məsələn, nümunə olaraq read yazıram. Bununki olasıdır video. Çünki biz əmri sənə veririk, düzdür? Aha. Sonra zəri-zəra ilə başlayıbsa, əgər cümlə, məsələn, zəyar ilə başlayaq. Bunun tag hissəsi olasıdır həmin zəyənin özü ilə. Düz yazdım. Arzu. Rüzgar. Nə deyim? Nə deyim? Özündən istifadə edirik. Testdə səhv variant olaraq bunlardan verirlər. Bax, diqqətli olarsınız. Diqqətsizlikdən şahidçilər bunu götürürlər. Çünki belə ilk baxışda Z-yə oxşadıb, heç davamına baxmırlar ki, davamlı Z-lər yoxsa Z. Götürürlər bunu. Bu yanlışdır, olmalıdır və Z. Z-yə izdirsə, olasıdır isn't Z-yə. Keçmişdədirsə, nə bilim, wasn't Z-yə, weren't Z-yə. Eyni formada dəyişməz olaraq qalır. Sonra işarə vəzifələrimiz var idi. Təklərlə işlənənlər və cəmlərlə. Bunlarda qarşılığı veriləsi itlə. Bunların cəm forması these, those. Bunların qarşılığı nə olar? Məntiqlə düşünsək. Bu itdirsə they. Sonra törəmə vəzifələrimiz var idi. Şəxs bildirənlər hansılar idi? Somebody, everybody, everyone, someone, nobody, no one. Bunlar sonu body və one-la bitənlər. Məsələn, nümunə birini götürək. Somebody. Eyni qayda hamısına aiddir. Qarşılığı Z ilə işlənər. Şəxs bildirənlərin qarşılığını Z ilə verəsin. Bir də bunların əşya bildirənləri var. Something, anything, everything, nothing. Bunların da qarşılığı verilir itlə. Oldu? Bunlar da əlbət yadda saxlanacaq bir şeylərdir. İstəsəz indi bir iki dənə testlərə də baxaq. Bunu pauza verək. Yazır. Aha, oldu, sağ ol. İndi uşaqla bir iki dənə suala baxaq. Bir dəqiqə, açaq qardaşı. Cümle təsdiqlədir. Deməli, ay sağ ol. Cümlə təsdiqlədir. Tələsməyək. Cümlə təsdiqlədir və sonunda S var. Düzdür? Demişdik, sonunda S olanda S rüfəyə seçirik. Am, is, are, was, were. Onu o halda seçərik ki, cümlədə olsun. Ay sağ ol. Cümləmiz indiki zamanda da did verə bilmərik. Have, has o halda verə bilərik ki, cümlədə özü olsun. Orada təsdiqdir. Ay sağ ol. Və cavab C bəndi. Sonra, məsələn, baxaq buna. My uncle arrived. Xəbərə baxdıq, arrived keçmiş. Və feili xəbərdir. Biz burada yenə was were verə bilməliyik. Çünki cümlədə was were olmalıdır ki, was were verə. Silindi. Bunlar cavab qaldı. Didn't. Biraz düşək aşağılara. Məsələn, modal feil. Modal feildən sualı inkar nə ilə düzəlirdi? Özünlə. Kənd hansı zamandadır? İndiki zamandadır. Bəs biz o dəyişib kud verə bilərik? Həm verə bilmərik, həm də bura təsdiqli qarşılığı inkarla olmalıdır. Bura təsdiqli, bundan da ona görə silindi. Və kəndin özündən istifadə edirik, cavab verir. Məsələn, burada gözümə 31 dəydi. Baxın, bayaqçı cümlədə nə var? Ne? Həmin cümlə nə cümləsidir? İnkar. Deməli, bu hissəni seçməliyik təsdiqdə. İnkarları sildik. Xəbərimizdə baxın, təkcə həzə baxmırıq. Neçə xəbər var? İki xəbər. Deməli, birinci xəbərdən istifadə edirik. Hardan dolu? Axı biz dedik ki, cümlədə iki feil olanda birinci feildən istifadə edirik. Hansı xəbər quruluşumuz oldu ki, iki xəbər olmasına baxmayaraq doğudan işlətdik? Modal feil olanda have to, has to, had to olarsa. Burada salam yoxdur burada. Deməli, bu birinci feilin özündən istifadə etməliyik.
O da olur. Has. Fiil. Aha, niye inkar vermədik? Çünki Çünki burada inkar inkar. inkar. Bəli. Bir yeni has to axtaraq görək var hardasa. Notdan fail olaraq. Bir bunu soruşaq uşaqlar, sizcə bu izin qısa forması Has nədir? has Türkçe fiil üçüncü formu. Aha, Present bəs, perfect. ay sağ ol. Bəs hansı halda izin qısa forması olardı? Arkasınca birbaşa, ay sağ ol, ING-li feil gələrsə. Burada üçüncü forma gəldiyinə görə həzbindi. Hansı cavab olur burada? Has şey. Həzb, Evet. şey. Hafta heç gözləmək istəyən də oldu. Az 44 dənədir. Bir dənə buna da baxaq, bu da maraqlı testdir. Cümləmiz hansı zamandadır sizcə? Let. Keçmiş. Let. Çünkü Amma üç mən forması keçmişdi. eynidir. Çünki üçü də eyni idi. Aha. Arası yoxdur. Ay sağ ol. Deməli, bəzi feillərimiz var ki, indikisi ilə keçmişi, hər üç forması eynidir. Bunları hardan tapırdıq? Ya cümlədə zaman zərfi varsa, oradan. Əgər zaman zərfi də yoxdursa, zaman zərfi yoxdursa, həmin cümlənin mübtədası üçüncü şəxsin təkində olur. Mənim orada Axı biz də demişdik ki, üçüncü şəxsin təkində feil indiki zamanda es qəbul edir. Burada menecer üçüncü şəxsin təkidir. Normalda indiki zaman olsaydı, bura es qəbul eləməli idi. Qəbul eləmədiyinə görə keçmiş zamandır. Həm də bayaq mən bir söz işlətmişdim yadınızda. Dedim, əgər feilin sonunda es varsa, daz işlədirik. S'in sığ götürürlər o daz. Burada S yoxdursa, deməli, zaten biz burada daz verə bilmərik. Bunları sildik. Sonra həf-həzi cümlədə həf-həz varsa verə bilərdik. Öyle geldi. Bəli. Cavab olur C. Oldu? Ben